Bugün ümumi şəkildə təkrar bacardığımız qədər, vaxt çatdığı qədər ümumi şəkildə danışacağıq ki, hansı mövzular düşə bilər qəbula, hansı şəkildə suallar gələ bilər qəbula, diqqət yetirməli olduğumuz hissələr hansılardır? İlk başlayaq yerin günəş və öz oxu ətrafında hərəkətindən. Yerin Günəş və öz oxu ətrafında hərəkətinin nəticələri var ki, bunlar lazımdır və buradan situasiyaya, məsəl üçün, sual gələ bilər. Yerin Günəş ətrafında hərəkətin nəticəsində biz bir tam dövrəni bilirik ki, 365 günə başa vururdu ki, bunu biz bir fəsil, bir il adlandırırdıq və 4 fəsil hesab olunurdu. Diqqətli olmaq lazım olan burada nələrdir? Əsas məsələ işıqlanma quşaqlarına fikir verək. İşıqlanma quşaqlarının sərhədlərinə fikir verin. Bu sərhədlərin keçdiyi coğrafi obyektlər bizə məsəl üçün fiziki xəritə üzərisindən və ya da ölkə düşə bilər. Deyə bilər ki, hər hansı bir ölkəni verər. Deyər ki, bu ölkə məsəl üçün günəşi il boyu özündən şimalda mı görür, cənubda mı görür və yaxud da ki, günəş burada kölgəsi zenitdə olur və yaxud deyə bilər ki, məsəl üçün bu ərazidə cismin kölgəsi müşahidə olunmur. Bu şəkildə suallar verə bilər bizə. Ona görə də bu işıqlanma quşağı sərhədlərini bilmək vacibdir. İlk olaraq bundan başlayaq gedək. Deməli, 23,5-lərin arasında yerləşən ərazi adlandı tropik işıqlanma qurşağımız. 23,5 ilə 66,5 arasında yerləşən ərazilər həm şimal, həm cənub üçün mülayim işıqlanma qurşağı. Yerdə qalan ərazilər isə, bu ərazilər isə qütb işıqlanma qurşaqları hesab olundular. Burada yadda saxlamalı olduğumuz nədir? Əsas məsələlərdən. Günəşin zenit vəziyyəti yadımızda qalır ki, Günəşin 4 dənə zenit vəziyyəti var. Artıq biz bunları bilirik də, sadə primitiv şeylərdir bunlar. Sadəcə olaraq hansı ərazidə nə vaxt zenitdə olduğunu mütləq şəkildə bilmədik. Məsələn, 22 iyun tarixində şimal tropik xəttində zenitdə oldu. Yəni, hansı hadisələr baş verə bilər bu zaman? Deyirik ki, şimal qütb dairəsi daxilində artıq qütb gündüzləri başlayır. Qütb gündüzləri, qütb gecələri hardan başlayır? Qütbdən başlayır, yavaş-yavaş gəlir, çatır hara? 66,5-ə tərəf artacaqdır gündüzlərin uzunluğu. 66,5-in üzərisində 24 saat nədir? Gündüz olacaq nə vaxt? 22 iyun tarixində. Yəni günəş tam burada olduğu zaman artıq burada tam 24 saat gündüz olacaqdır. Yəni mənim günəşim biraz cənubdadırsa, burada tam da biz nəyi görə bilmirik? Qütb gündüzlərini, gecələrini görə bilmirik. Yəni bu demək deyil ki, məsəl üçün mən deyə aprel ayında şimal qütb dairəsi, günəş şimal yarımkürəsindədir deyə şimal qütb dairəsi daxilində bütövlükdə nədir? Qütb gündüzü müşahidə olur. Belə bir şey yoxdur ha. Bu yavaş-yavaş getdikcə günəş yuxarı qalxdıqca baş verəcəkdir. Təbii ki, nə Günəşin bu şəkildə hərəkəti biz keçən dəfə də bu haqda danışdıq. Ora girişmək istəmirəm çox. Yerin xəyal oxun orbit müstəvisinə meyli bucağına asılı olan bir hadisədir ki, 66,5 dərəcə meyli bucaq var deyə yer səthində bu proseslər baş verəcəkdir. Sonra buradan yadda qalsın ki, Günəş bu tropik işıqlanma qurşağı daxilində zenitdə olduğuna görə biz deyirik ki, bu ərazilərdə fəsil aydın müşahidə edilmir. Deməli, nə olduq? Burada zenitdə oldu deyə, burada biz bir fəsil gördük. Burada isə qütblərdə günəşin düşmə bucağı kiçikdir deyə, burada da bir fəsil müşahidə olunur. Yəni, trop və qütb işıqlanma qurşaqlarında fəsillər aydın müşahidə edilmir. İndi, məsəl üçün, belə bir sual verər, Norveç ərazisini verər. Norveçdə deyər ki, bütövlükdə fəsillər aydın müşahidə olunur. Məsələn, bu yanlış fikir olar artıq. Çünki Norveçin cənub hissəsində nədir? Cənub demək, daha şimal hissəsindən deyək, keçir qütb dairəsi xətti keçir. Və bu səbəbdən də orada biz artıq fəsillərin aydın müşahidə edilməməsini görə bilərik. Və yaxud da situasiya sualı verə bilər. Situasiya sualının içərisində elə bir cümlə vurğulayarkən deyər ki, bu ölkə ərazisində məsəl üçün fəsillər aydın müşahidə edilmir. Və sənin üçün açar bir məqam olar ki, deyək ya şimal qütbünə yaxın yerləşən ölkələrdən daha çox bu tipli sual gələ bilər. Çünki orada ölkələrin sayı azdır axı. Məsələn, Kanada ərazisində, Norveç, İsveç, Finlandiya ərazisində, Rusiya ərazisində görə bilərik ki, burada nədir? Həm qütb gecə gündüzlərinin müşahidə olunması, həm də ki, fəsillərin aydın müşahidə edilməməsini görmək mümkündür. Qaldıq ki, ortada qalan hissədə 66,5 ilə 23,5 arasında qalan hissə isə mülayim işıqlanma qurşağıdır və burada fəsillər aydın müşahidə olunur. 4 fəslin 4-ü də var. Bunu bilək. Daha sonra keçən dəfə də dimin sınağında da ki, qarşımıza çıxmış bir sual nümunəsidir. Bu haqda biz danışmışdıq əslində.
Deməli, yadda saxlayırıq. Bax, günəşin, məsəl üçün, Azərbaycanı götürürəm. Azərbaycandan, Bakıdan yəni, ən uzaqda olduğu vaxt 22 dekabr tarixidir. 22 dekabr tarixi bizdə nədir? Qış fəslidir. 22 dekabr tarixində bizdə ən uzun gecələr müşahidə olunur. 22 dekabr ən uzun gecə, ən qısa gündüz hesab olunur. 22 dekabrdan başlayırıq 22 iyunə qədər olan müddət ərzində Azərbaycanda gündüzlər artmağa başlayır. Gündüzlərin saatı yəni artmağa başlayır belə deyək də. 22 iyun tarixindən isə 22 dekabr tarixinə qədər olan müddət ərzində isə Azərbaycanda gündüzlər nə olur artıq qısalmağa başlayır. Gündüzlərin uzunluğu qısalmağa başlayacaqdır deyəcəksən. Bax, buna diqqətli olun. Yəni mən məsəl üçün götürüm burada belə deyim, 21 mart tarixindən 23 sentyabr tarixinə qədər günəş şimal yarımkürəsində olduğuna görə bizdə gündüzlər artır. Bu düzgün fikir deyil. Bunu biz özümüz yaşayıb görürük də. Məsəl üçün yayda 22 iyun tarixində nə olur? Ən uzun gündüz müşahidə olunur və 22 iyundan başlayan yavaş-yavaş artıqlar baş verir. Gündüzlər qısalmağa. Çünki bu gün bizdə artıq nədir? Gündüzlər uzanmağa doğru gedir. Təbii ki, bunu biz artıq hiss edə bilirik ki, axşam saat əvvəl 6-da gün batır. İndi isə saat həm 8-də, yəni 8-in yarısında hələ günəşin tam batmağını biz görmürük. Bunlar bu şəkildə bunlar yadımızda qalır. Sonra bax məsələn bunun üzərisində biz küləklərin də sxemini bunun üzərisində veririk. Çünki təzyiq üzərisindən deyirik ki, hə, məsələn buradan tropikdən əsir ekvatora doğru, nə bilim tropikdən əsir mülayimə doğru, qütbdən əsir mülayimə doğru. Bu şəkildə nə edirik? Küləklərin də istiqaməti bu üzərisindən verə bilərdik. Daha sonra buradan lazım olan burada sxemlər var. Onlar düşər. Bu cürlə sxem verə bilər bizə. Bu sxemlərdə biz hardan? Bu şəkilləri düzdür, vermirlər. Bunları fərqləndirmir onsuz da. Daha indi düşərsə də orada bir açar məqam verəcəkdir. Əsas düşən hansıdır? Bu iki dənə şəkildən sual düşə bilər. Biz bu tarixin 22 gün tarixi olduğunu hardan bilirik? Baxırıq, əgər şimal qütbümüz aydınlıq verilibsə, demək bu 22 gün tarixidir. Yox, cənub qütbümüz aydınlıq verilibsə, demək nədir? 22 dekabr tarixidir. Bunları verər və deyər ki, məsəl üçün bu günəşin üfüqdəki vəziyyətinə əsasən Azərbaycanda baş verən hadisələri müəyyənləşdirir. Məsəl üçün deyək ki, birinci şəkli verir. Deyir ki, bu tarixdən başlayır Azərbaycanda gündüzlərin uzunluğu qısalmağa. Bəli, bu doğru fikirdir. Çünki 22 iyun tarixindən sonra gündüzlər qısalır bizdə. Və bu tarix Azərbaycanda ən uzun gündüzün olduğu tarixdir. Bu tarixdə nə bilim Şimal qütb dairəsində qütb gündüzləri müşahidə olunur. Şimal yarımkürəsində məsəl üçün yay fəsli hesab olunur. Və yaxud da bu tarixdə Bakıya günəşin düşmə, bunu da vurğulayaq ki, uşaqlar, Bakıya günəşin düşmə bucağından Azərbaycana günəşin düşmə bucağı fərqli anlayışlardır. Bakı deyəndə 40 şimal enliyini götürürük, Azərbaycan deyəndə 38 və ya 41 dərəcə şimal enliklərindən söhbət gedir orada. İndi minimum, maksimumunu soruşa bilər ki, hə, onda biz Azərbaycan üçün minimum düşməsini tapırıqsa, günəşi cənubda götürürük və şimalda ən uzaq nöqtəmizi götürürük 38 41 dərəcəni. Yox, maksimum soruşursa, onda Azərbaycanın cənub tərəfini 38 şimal enliyini götürüb yaza bilərik. Buradan bu şəkildə. Kimisə buradan qaranlıq qalan hissədə nəsə varsa, günəşin düşmə bucağında buyurub deyə bilər ki, müəllim, filan şey mən qaçışdırıram, yadımdan çıxır, buna baxaq, baxa bilərik. Günəşin düşmə bucağının hesablanma işlərindəki zənnimcə biz öyrənmişik onu da. Orada da bizim bir çətin problemimiz yoxdur. Çünki sadə suallar olur onsuz da. Onlar coğrafi enlik verir, situasiya sualında düşə bilər. Bir də bunu deyim ki, məsəl üçün qütb ulduzunun görünmə, əvvəl dimin testində bu tip sual var idi. Belə deyirdi, qütb ulduzunun görünmə bucağı, Bakıda qütb ulduzunun düşmə bucağı ilə Günəşin düşmə bucağı bir-birinə bərabər olarsa. Belə bir sual var idi əvvəllər, sonra dimin testindən o sual çıxartdılar deyəsən. İndi Bakıda qütb ulduzunun görünmə bucağı. Demişdi qütb ulduzu nə idi? Şimal yarımkürəsində idi və olduğu enliyin bucağı altında görsənirdi. Bakıda onda nə, hansı bucağı altında görsənir? 40 dərəcə bucağı altında görsənir. Bu zaman deyir günəş harda? Zenitdədir. Bunun üçün biz baxırıq nəyə? 40 dərəcədən yuxarıda günəş zenitdə olur. Biz bilirik ki, günəşin son zenit nöqtələri haradır? 23,5 şimal və 23,5 cənub tropik xəttdir. Bura baxırıq ki, cənubda bir də günəş zenitdə olmalıdır. Xəttimizi çəkdik.
90 dərəcəmizi qeyd etdik. Bucaqla bucaq enliklə enlik edəcək. 90-dan çıxdıq, 40 dərəcəni aldıq nə qədər? 50 dərəcə. 40 dərəcədən də çıxdım 50 dərəcəyə. Həmişə aldığım dərəcə böyükdür, kiçikdir, fərq eləmir. Enlikdən çıxın ki, bilək ki, nədir? 40-dan çıxıram 50, qalır neçə? Mənfi 10 dərəcə. Mənfi 10 olan zamanda demək bu cənub yarımkürəsidir. Hə, günəş harda zenitdə oldu? 10 cənub enliyində zenitdə oldu deyəcəksiniz. Bu şəkildə. Sonra bu tür sxem olan suallarda uşaqlar gəlməz düzdür, yenə biz deyək. Bu tür sxem olan suallarda biz burada yadda saxlayırıq. Səhər saat 6:00-dır, saat 12:00-dır. Burada 18:00-dır. Daha da xırda hissəyə ayıra bilərik. Deyərik ki, bu ərazilər 9:00-dır. Bunu biz şərt olaraq veririk. Bu ərazilər isə 15:00-a bərabərdir. Bunun üzərisindən gedirik. Günəş şərqdən çıxır, qərbdə batır. Şərqdə günəşi daha tez görürük. İndi məsəl üçün belə bir sualdır. Günəş saat 6-da çıxıb, biz buranı saat 6 qeyd etmişik. Buradakı qərb məntəqəsinin yerli vaxtına görə şərqdə saat neçə olacaq deyəndə artıq şərqdə saat olacaq neçə? 18:00. Çünki 12 saat üzərisində nədir burada? Vaxtımız keçib, günəş gəlib çatıb bura. Bu qərb məntəqəsinin vaxtına görə burada saat bu şəkildə olacaqdır. Bəs şərq məntəqəsinin vaxtına görə artıq burada məsələn deyək ki, günəşin çıxması yeni müşahidə oluna bilər. Sonra gəldik burada yerin öz oxu ətrafında hərəkəti. Bu haqda keçən dərs biz danışdıq. Bu haqda əlavə izah da vermişəm. Mən də göndərmişdim də sizə də. Onu oradan baxırsınız. Yəni bu hissəyə bir də girişmirəm. Gəldik litosfer. Litosferdən düşə bilər sual. Məsəl üçün, geotermik pilləyə diqqətli olun ki, geotermik pillə nədir? Geotermik pillə dərinə doğru getcə temperaturun isinməsidir. Geotermik pillə var idi, bir də ki, aerotermik pillə var idi. Aerotermik pillə yuxarı doğru qalxdıqca havanın soyumasıdır, hər 1000 metrə 6 dərəcə. Geotermik pillə isə aşağı düşdükcə havanın isinməsi hesab olunur ki, hər 33 metrəyə 1 dərəcə idi. Bəli, buna biz 100 metrəyə 3 dərəcə də deyə bilərik ki, bu artıq qradiyent adlanır. Sual gələrsə ki, gəlməz buradan sual düşünmürəm ki, gəlsin. Gələrsə sualı 33 ilə yazın, görün ala bilmirsənsə, keç 100 ilə yazılan, gördün hə 100-dən artıq standart rəqəm ala bilirsən. Buna fikir veririk. Sonra gəldik geoloji eralar. Sual gələ bilər buradan uşaqlar. Bax, bu eralara fikir veririk. Əsas məsələ hansı eonlar, hansı eralar, dövrlər və qırışıqlar vardır. Dağ əməgəmə mərhələsinə xüsusən fikir veririk ki, hansı dağ əməgəmə mərhələləri harda yaranırdı. Sonra buradan əsas məsələdən biri də ki, burada baş vermiş hadisələr idi. Paleozoy erasında Pangea və Lavrasiya Qondvana qurlarına parçalanması baş verdi. Vahid Pantas okeanı sahəsinin artması, azalması baş verdi. Əsas iki dənə bunu öyrənirdik buradan. Mezozoy erasında Lavrasiya və Qondvana parçalanması, Pantasın müasir okeanlara bölünməsi. Kaynezoyda isə 4-cü dövrün buzlaşması, Tetis okeanının parçalanması, müasir landşaft və insanın yaranmağa başlaması baş verdi. Dördüncü dövrün buzlaşması. Dördüncü dövrün buzlaşmasından bu buzlaşma sualı gələ bilər məsəl üçün. 38 şimal enliyi 38 təxminən belə. 38 şimal enliyi və təxminən də 50 dərəcə hardasa belə keçər. 50 dərəcə şimal enliyi boyunca yerləşən bu ərazidə buzlaşmanın təsirinə məruz qalmışdır. Buzlaşma baş verirsə, buzlaşma geri çəkirsə artıq burada nə olur? Parçalanma baş verəcəkdir deyəcəksiniz. Və biz məsəl üçün bu parçalanmaya, buzlaqların təsirindən parçalanmaya nə deyirik uşaqlar? Arada bir səs edin, yatıb eləyərsiniz buradan. Eksanasya. Eksaras Bəli, eksarasiya adlanırdı, eksarasiya hesab olunurdu. Və həmin bu ərazilər parçalanmaya da ki, nədir? Məruz qalmış ərazidir. Bir bu deyəsən alt qrupun sualında düşmüşdü. Buzlaşma geri çəkən zaman nə olur? Artıq burada parçalanma baş verəcəkdir deyə bilərik. Və bu parçalanmada biz yerində göl çuxurları, məsəl üçün hansı göllər deyə bilərdik? Şimal Amerikada Böyük Ayı, Böyük Kölə gölüdür, Winnipeg, Athabasca gölü, sonra Böyük Beşikdə yerləşən gölləri deyə bilərik ki,
və yaxud da ki, burada Venerin, Vetterin İsveç ərazisində, Inari Sayma Finlandiya ərazisində, Ladoqa, Onega gölləri Rusiya ərazisində, burada Taymır yarımadasında Taymır gölünü deyə bilər ki, bu göllər bu həmin o buzlaşmanın təsirinə yaranmışdı deyə buzlaq mənşəli göllər hesab edilirdilər. Sonra yerin nüvəsindən sual gələrmi? Gəlməz buradan sual. Gəlsə maksimum nə gələ bilər? Okean tipi yer qabı, material tipi yer qabının fərqi var ki, birində okeanda qranit qatı yoxdur. Bu yadımızda qalsın. Burada qranitlə Konrad bazalt arasında Konrad sərhədi yerləşir. Yəni bu onu göstərir ki, okean tipi yer qabığında Konrad qat nədir? Yoxdur. Amma bu o demək deyil ki, okeanlarda Konrad qat yoxdur demək deyil. Ha, diqqətli olun burada. Okean ərazisində Konrad qat görmək nədir? Mümkündür deyəcəksiniz. Qranitlə bazaltın arasında yerləşir Konrad sərhəd. Moxos sərhəd isə bazaltla üst mantar arasında yerləşir. Biz bunu belə saxlayırıq. 2 kilometr ifadəsindən yadda saxlayırdıq ki, birinci Konrad gəlir, sonra monarxiya gələcəkdir. Yəni düşsə buradan qatlardan düşə bilər. Astenosfer sərhəddi var. Alt mantiyanın üst hissəsində yerləşirdi. Üst mantiyanın alt hissəsində düşürdü bura. Sıyıq qat idi. Yer səthində baş verən tektonik proseslərin səbəbi məhz elə bu qat hesab olunurdu deyəcəksiniz. Sonra suxurlardan sual gələrmi? Gələr. Metamorfik suxurlardan məsəl üçün sual gələ bilər. Baxın çevrilmələrə. Metamorfik suxurlar metamorfizm çevrilmə deməkdir. Ümumiyyətlə suxurların yaranmasında xarici qüvvələrin və daxili qüvvələrin təsiri var. Məsələn, maqmatik suxun yaranmasında daxili qüvvələr, metamorfik suxun yaranmasında elə daxili və xarici qüvvələrin demək olar ki, təsiri var. Çökmə suxurda aşınmanın təsiri var yaranmasında. Maqmatik intruziv içərisində, yerin içərisində, efuziv isə səthdə olan nədir? Suxurlar idi. Metamorfizm çevrilmə, dəyişilmə demək idi ki, burada biz yüksək təzyiq və temperaturun təsirindən suxurların çevrilməsi və dəyişilməsindən bəhs edirdik. Mərmər, kvarsit, filit, gilli şiş, almaz, qrafit, qneys, daş kömür almaza çevrilirdi. Bu da yadımızda qalsın. Ha, bax, məsələn, digər kitablarda verirlər bunu. Daş kömür qrafitə, daş kömür almaza çevrilməsini verirlər. Çevirmələrə baxarsınız daha doğrusu. Faydalı qazıntılar. Dünyanın faydalı qazıntılarından mütləq şəkildə sual düşəcək. Burada bu faydalı qazıntıların işarələrindən düzdür. Sual gəlmir əsasən. Amma daşınma istiqamətləri faydalı qazıntıların, yayılma arealları faydalı qazıntıların bu kimi suallara baxın. Amma bir ildəki qəbulda düşmüşdü. Açıq sualda fosforiti vermişdilər, qlavur duzu vermişdilər, polimetalı vermişdilər, bir də apatiti vermişdilər. Yəni çətin sual deyildi əslində. Sadə sual idi. Tapmaq olardı yəni ki. Litosfer tavalары, uşaqlar, tavalara düşər, sual gələr litosfer tavalarından. Tavalar haqqında deyə bilərik. Kiminsə burada problemi varmı? Bax uşaqlar, deyin, probleminiz üzərisindən gedək. Hansı mövzuda ümumiyyətlə problem var ki, mən də başdan başlayıb gedirəm. Buyur Əli. Mən tavaların bu hərəkət istiqamətinə çətinlik çəkirəm. Onların bir də istiqamətlərini müəyyənləşdirə bilərəm. Yəni Aha, testlər hərəkət. görmüşəm deyə eyni Aha. istiqamətləri müəyyənləşdirin. O sual düzgün sual deyil. O sənin problemin deyil. O sual düzgün sual deyil. Gəlir sualda belədir ki, bunlar gelişdirə bilmirəm. Burada var, gözlə görüm ekranda yoxsa yoxdur. Tasvir tavaları. Yoxdur. Var idi onun xəritəsi məndə. Hə, burada var. Hə, bu tasvir tavalarının xəritələridir. Yəni hərəkət istiqamətlərini burada daha aydın şəkildə görə bilirsən. Yəni burada bizə səhv etmirəmsə cavab gəlib Şimal Amerika, Cənubi Amerika, bir də Hind, Avstraliya çıxırdı o sualda cavab. O düzgün yanaşma deyil də yəni ki. Hərəkət istiqamətləri sadə bir şeydir də. Bunlar qərb istiqamətində Amerikalar getdi, Avrasiya şərq istiqamətində getdi, bir-birinə ayırır. Yəni sən Atlantik okeanı sahəsini böyütməlisən axı. Ona görə Cənubi Amerikanı da apardıq bu tərəfə, Afrikanı da apardıq şərq tərəfə. Yəni bu istiqamətdə hərəkət etdilər. Bu ərazini bir-birindən ayırdıq. Bu ayrılma zonasına biz iki okean tipi tavanın ayrılma zonası deyirik. Diqqətli olaq burada ki, məsəl üçün nədir diqqət etməli olduğumuz. Biz iki okean tipi tavanın ayrılması zonası deyəndə sırf orada okean içərisində olan tavadan söhbət etmirik ha. Bütün materiklərin də bir okean içərisində olan hissəsi var ki, ora nədir? Okean tipli hissəsi də hesab olunacaqdır.
Yəni materik tipli tavalarında okean tipli hissəsi vardır. Bu səbəbdən ayrıldı və ayrılma nəticəsində rift dərələri, Orta Okean silsiləsi və vulkanik adalar yarandı ki, biz buna testdə çox qarşımıza çıxır və qəbulda da qarşımıza çıxa bilər. İslandiya adası, Azor adası, Müqəddəs Selena, Vozna Senya, Galapagos, Pasxa adaları kimi adalar nədir? Formalaşmışdı buradan. Sonra Cənubi Amerika ilə Naska tavası bir-birindən toqquşurlar. Yəni bunlar artıq üzbəüz gəlirlər. Artıq bunu nə bilim xəritənin üzərindənmi deyim, əzbərmi deyim bilmək lazımdır. Bunlar üzbəüz gəldilər. Bir-birlə toqquşmaya məruz qaldılar və burada artıq okeanla materikin toqquşması baş verdi ki, biz buna nədir? Deyirik ki, suda novlar və qövsvarı adalar formalaşır. Düzdür, burada heç bir qövsvarı ada yoxdur Cənubi Amerikanın sahilində bu hissəsində. Və quruda isə nəhəng dağ sistemləri yaranırdı. Sonra, məsəl üçün, Naska ilə Sakit Okean. Okean tipi tavadılar və bir-birindən ayrılırlar bunlar. Burada diqqətli olur ki, Cənubi Amerikanın Naska tavası toqquşmasını biz müşahidə etmirik. Sakit Okean düzdür, onun sahillərini yuyur, amma orada biz toqquşma müşahidə etmirik. Və Sakit Okean maraqlı idi ki, Şimal Amerika və Cənubi Amerikanın qərb sahillərini Sakit Okeanın şərq suları yuyurdu. Avrasiyanın isə şərq sahillərini Sakit Okeanın qərb suları yuyurdu. Avrasiya ilə Sakit Okean, Avrasiyanın Hind-Avstraliya ərazisi nədir? Toqquşma baş verir. Bu toqquşmada bizi karxılayan həmişə nədir? Yeni Zelandiya adasının yaranması. Bəli, o tavaların konvergens zonasında formalaşan adadır. Materik mənşəli adadır. Amma ərazisində vulkan var. Olar ki, sual gələr, aktiv belə geosinkronal fəal ərazilərin olduğu adalar məsəl üçün verə bilər sualda. Vulkanlar tanıdığımız adalar bunlar nədir? Fəaldır ki biz Filippində, Yaponda, sonra Yeni Zelandiyada, İsland adasında nədir? Vulkanlar, əsasən tanıdığımız vulkanlar bunlardır. Yəni burada yerləşən. Digərlərində Kanada adasında məsəl üçün var. Martinik adası var indi orada və onlar çox istifadə olunmurlar. Sonra Hind-Avstraliyanın Avrasiya toqquşmaya məruz qalır. Məsəl üçün deyirik ki, Alp-Malay geosinkronal qurşağının formalaşması necə olurdu? Hə, burada Hind-Avstraliyanın gəlib toqquşması idi. Bir də ki, Ərəbistan-Afrika tavasının toqquşması ilə baş verir. Məsələn, Ərəbistan tavasının düzü toqquşmasından biz çox danışmırıq, amma var. Hindistan özün də bəzən ayrı şəkildə tava formasında verirlər və deyirlər nədir? Avrasiya arasından toqquşuyor. Toqquşma zamanı Himalay dağları yarandı. Ərəbistan tavası toqquşdu. Qafqaz dağlarının formalaşmasına təsir etdi. Türkiyənin ərazisinin formalaşmasına nədir? Təsir etdi deyə bilərik. Sonra buradan başqa Naska ilə Kokos tavası bir-birindən ayrılırlar. Yadımızda qalsın bu. Karib tavası Şimal Amerika ilə toqquşmaya məruz qalır və toqquşma zonasında yenə okeanla materikin toqquşması baş verir deyə. Burada qövsvarı adalar formalaşır ki, buna biz Böyük Ant adalarını deyə bilərik ki, hə, bu adalar həmin bu toqquşmanın, yəni subduksiya nəticəsində yaranmış ərazilər hesab olunurlar. Sonra sual verir, subduksiya zonasında yerləşən vulkanları müəyyənləşdir. Artıq biz Asiyanın şərqinə baxırıq, Amerikaların qərbinə baxırıq ki, burada bir subduksiya zonasında olan vulkan dağ görməyimiz nədir? Mümkündür deyə bilərsiniz. Başqa buradan yəni nəsə aydınlıq gəldi heç olmasa yoxsa eyni vəziyyətdir. Bəli, çox sağ ol. Bir də mən bu şeyə nəzər yetirək də bu Şərqi Asiya Cənub şərqi, məsələn, Filippin hansı tavalarının fəaliyyəti nəticəsində, Ryukyu hansı tavalarının O fəaliyyəti nəticəsində yaranır? aləm dəyəri orada bir-birinə onun heç bir doğru düzgün verən də yoxdur ki, harda hansıdır. Harın nə yazmışlar bizə. Hə, bu ərazidə deməli bax, burada Saxan adası Sakit Okeandan Avrasiyanın toqquşmasından formalaşır. Materik mənşəli adadır Saxan adası. Bakın geosinkron qurşağa düşür. Burada Sakit Okeanla Avrasiyanın toqquşmasının həmçində Kuril adaları formalaşırdı. Yapon adaları Sakit Okean Avrasiyanın toqquşmasından formalaşır. Ryuk adaları Filippindən Avrasiyanın toqquşmasından formalaşır. Hələ də tam belə aydınlıq gətirilməyən hissəsi bir dənə nədir? Amma səhv etmirəmsə 10-cu sinifin sinif kitabında ya da hansısa sinif kitabında olmalıdır o. Marian adaları Sakit Okeanla Marian adalarının toqquşması nəticəsində yaranmışdır. Buna yenə baxaram kitabdan da tam dəqiq ağlımda deyil o. Orada həmişə onun qarşılıq verirlər. Düşməz deyə düşünürəm qəbula. Çünki bəzi yerdə onun Filippinlə toqquşma verirlər. Bəzi yerdə Sakit Okeanla toqquşmadan verirlər. Yenə ona yadıma sal, kitabdan onu mən araşdırıram, indi onu araşdırmaq istəmirəm. Hə, Oldu. baxaram kitabdan, görüm tapsam onu deyərəm sizə əlavə olaraqdan da. Amma yalandan deyim ki, yəni 100% yadımda yox. Yox, fikrimdən çıxıb o mənim.
Yəni çünki bilirəm ki, həmişə başımda məndə qaçışır ki, bəzi kitab onu verir Filippindən, bəzisi verir Sakit Okeandan deyə fikrimdə həmişə qarışır. Amma orada lakin subduksiya var. Novlar falan yaranması Marian Nov yaranırdı. Sonra bu ərazi ən böyük geosinkronallığın olduğu ərazi biraz düzdür, biraz ifadə düzgün səslənmir. Amma bu ərazi götürürük. Niyə görə? Çünki bura 3 dənə tavanın toqquşma zonasıdır. Avrasiya, Hind-Avstraliya və Sakit Okean tavasının toqquşma zonasıdır. Amma bu toqquşma zonasının içərisində biz Malakka yarımadasında mezoyaşlı süxurlar görə bilirdik. Bu toqquşmanın içərisində Kalimantan adasında mezoyaş, yəni orta qırışıqlığa aid süxurlar görə bilirdik. Və bu toqquşmanın içərisində Kalimantan adası digər adalara nəzərən nisbətən daha az fəallığa malikdir. Yəni bunun ərazisində biz fəaliyyətdə olan vulkan nədir? Adı çəkmirik. Bax bu da yadımızda qalsın bu şəkildə. Sonra başqa kimin nə fikri var desin. Müəllim, Bəli. Məndən soruşuram. mən bir dəfə demişdiniz, məsələn, Cənubi Amerika materiki ilə Cənubi Amerika tavasının sərhəddi üst-üstə düşmür də. Məsələn, birinin şərqi platformadır, birinin şərqi geosinkronaldır. Bax, üstünə düşmür deyəndə tava ilə, hə, ay sağ ol. Elə bir sual var idi. Bax, o qəşəng dedin onu. Dimin testində sual var idi. Deyir ki, Şimali Bəli. Amerika tavasının şərq hissəsi geosinkronal ərazidir. Bu təbii ki də geosinkronal ərazidir. Amma desən Şimali Amerika materikinin şərqi artıq bu platforma. Çünki tavaların sərhəddi hər yerdə üst-üstə düşməyəcək. Məsələn, qərb hissəsi üst-üstə düşdü təxminən, amma şərq hissəsi görürük nə qədər ərazidə artıq fərq var. Yəni bunların okean tipli ərazilərdəki müşahidə olunurdu. Yəni mən deyəndə ki, tavanın şərq hissəsi, onda mən artıq bu ərazini belə götürürəm, başa düşdük, bütöv götürürəm. Deyəndə materikin şərqi artıq bu ərazini götürürəm deyə. Hə, Şimali Amerika materikin şərqi platformadır, amma tavanın şərqi geosinkron əraziyə düşür. Bəli, orada biz tektonik hadisələr müşahidə etməyimiz mümkün haldır deyə bilərik. Məsələn, Avropa ərazisində deyək ki, Avropanın ayrı bir tava formasında götürüb verəsi olsa, mən Avropa tavasının şərq hissəsində biz nədir? Qərb hissəsində geosinkronallıq aktiv şəkildə görməyimiz mümkündür. Çünki burada söhbət tavadan gedir. Artıq o tam xətt verilib, o xəttin üzərisindən bir söhbət gedir ki, orada fərqli şəkildə bəli hadisə ola bilər. Bir də uşaqlar, Şimali Amerikanın Afrikanın da ayrılması var. Heç onu bayaq qeyd etmədik biz. Orada həmişə bu da nəzərimizdən qaçan bir şeydir əslində. Fikir vermək, testdə falan da bu haqda sual yoxdur. Bu ərazidəki də ayrılma var. Amma burada Kanar adaları var. Kanar adaları divergent zonada yaranmış vulkanik mənşəli adadır. Bu ada yadda saxlayaq ki, Şimali Amerikanın Afrikanın ayrılmasından yaranmayıb ha. Bu öz daxilində olan, burada olan kiçik tavaların ayrılması nəticəsində yaranmış ərazidir. Başqa buradan tasvir tavalarından zənnimcə başqa da bizə lazım olan elə bir şey də yoxdur. Əsas lazım olan hissəni vurğuladıq. Bir də əsas Siz orada soruş. nələrinsə yaranmağına fikir verin həmişə. Buyur. Amma Sakit Okeanın şərqi ilə qərbini qarışdırıram mən. Hansı hissələr? Şərqi ilə qərbini qarışdırırsan. İndi biz baxaq, bir dəqiqə görüm tapacağam. Vaxt az deyil. Ee, aha. Buradan bir dənə xəritə var. Bax bu xəritədə. Bu xəritədə və yaxud da bu daha yaxşı göstərir. Bu xəritədə fikir verəndə Bəli. görürsən ki, nədir? Sakit Okean verilib. Sakit Okeanın bu hissəsi şərq tərəfidir. Bu hissəsi nədir? Qərb tərəfidir. Füsu. Şərq tərəfi hara düşdü? Amerikaya düşdü. Biz burada Amerikanın qərb hissəsi. 180 dərəcədən baxırıq deyə Sakit Okeanı bütöv görürük bu xəritədə. Amma bizim öz xəritəmizdə sıfırdan baxırıq deyə yarı-yarı verilir də xəritəmizdə. Amma burada tam görürük və bilirik ki, şərq tərəfim sağ tərəf şərqdir, sol tərəfim qərb tərəfdir də füsu. Demək şərqi düşdü Amerikanın qərbinə, qərbi düşdü Asiyanın şərqinə. Yerlər dəyişdi. Asiyanın şərqində qərb yerləşməlidir, Amerikanın qərbində Sakit Okeanın şərqi yerləşməlidir. Yəni bu qədər sadə bir şeydir.